Fəlsəfədə rabit deyə bir anlayış vardır, hansı ki dil fəlsəfəsində və varlıq fəlsəfəsində geniş bəhs olunmuşdur. Rabit varlıq, yəni iki şey arasında əlaqə yaradan bir şey. Bir varlıq, bir məfhum. Məsələn, iki müstəqil anlayış götürək, məfhum götürək. Biri insan, biri elm. Bu iki sözü bir araya qoyduqda heç bir məna kəsb eləmir. İnsan və elm. Bunların bir məna kəsb etməsi üçün, yəni ikisinin bir yerdə bir məna kəsb etməsi üçün ortada bir rabitə olmalıdır. O rabitə isə qrammatikada da bildiyimiz kimi xəbər şəkilçisidir. İnsan elmlidir. Burada olan dır şəkilçisi bu iki müstəqil məfhum arasında bir rabitə yaratdı, bir əlaqə yaratdı və onlar ikisi bir yerdə bir məna kəsb elədi. Bu rabit anlayışının, yəni burada bu iki şey arasında əlaqə yaradanın xaricdə mövcud olub-olmaması barəsində həm dil fəlsəfəsində, həm də varlıq fəlsəfəsində bir çox nəzəriyyələr vardır ki, geniş bəhs olunmuşdur. Bəziləri deyib ki, bu iki şey arasında əlaqə yaradan rabit varlıq olmalıdır. Əgər o olmasa, biz heç vaxt onları bir araya gətirə bilmərik. Məsələn, daş və elmi bir araya gətirə bilmirik. Çünki o iki şey arasında rabitə yaratmaq mümkün deyil. Yəni elə bir varlıq yoxdur ki, o iki şey arasında əlaqə yaratsın. Amma insan və elm, insan və yaxud həkim, bu iki şey arasında rabit varlıq vardır. O olmasa biz onları birləşdirə bilmərik. Bu fəlsəfədə geniş bəhs olunmuşdur ki, bunun haqqında çox danışa bilərik. Amma buradan başqa bir məsələyə toxunmaq istəyirəm. Münasibətləri nəzərdən keçirək. İki şəxs arasında və yaxud müəyyən şəxslər arasında olan əlaqələr. Əgər onlar arasında ortaq rabitə yaradacaq anlayışlar, düşüncələr və yaxud ideyalar olmasa, onlar heç vaxt bir araya gələ bilməz. Düzdür, onların fərqliliklər olacaq. Rabit varlığın şərti də budur ki, iki şey arasında fərqlilik olsun. Çünki fərqlilik olmasa, onlar zaten elə birdirlər. Yəni iki şey yoxdur ortada. İki fərqli insanın bir araya gəlməsi üçün ortada bir rabitə olmalıdır. Rabit varlıq olmalıdır. Bu varlıq demək ideya olsun, təfəkkür tərzi olsun, düşüncə tərzi olsun və yaxud fikir olsun. Ailə münasibətlərində, ictimai münasibətlərdə, istənilən münasibətlərdə insanların bir araya gəlməsi üçün, onların bir yerdə rahat yaşaya bilməsi üçün mütləqdir ki, bu cür rabitə yaradan əlaqələr olsun. Onları bir araya gətirən rabitələr olsun. İki zidd bir şey, tamamilə bir-birinə zidd olan şey və yaxud iki bir-birinə tamamilə zidd olan insan heç vaxt bir araya gələ bilməz. Amma günümüzdə bunun əksini deyənlər vardır ki, iki zidd insan bir araya gəlsə daha xoşbəxt olurlar. İki zidd bir-birini cəzb edir deyə sofistik ideyalar vardır. Ki, məsələn, onu münasibətlərə yürütmək istəyirlər. Tamamilə iki zidd xüsusiyyətə malik olan insanlar bir araya gələ bilər deyirlər. Halbuki bunlar tamamilə absurddur və praktikada heç bir əsası yoxdur.